Bəli. Demir, boşanmışam deyir. Bu 3-4 adamdan evli söhbətini eşitmişəm ki, yəni ki, evlidir. Həmin o qadını, bu ev boşanmış qadın ki deyir, boşanmışam onu. Onun izinə düşmüşəm. Tapmışam o qadını. O qadınla da danışmışam. O qadın da hətta deyir ki, mən bir insandan ayrılmışam. Necə? Hə, danış eşinə. Hə. Mən ərim deyir, ancaq qız. Mən onun özü ilə də danışdım. Onun mesajlarını göstərdim oğlana ki, sən yoldaşın deyir ki, mən boşanmamışam bu kişidən. Bir qızı da var hətta onun. Məsələn, bir məsləhət almaq istəyərdim. Mən bu insanı necə edim? Qaytar bir arvadına. Bir gelir, bir gəlir, 5 gün içində ayrılır. Hətta əl qaldırıb da mənə də ki, ayrılırıq. 2 gündən sonra yenə gəlir qapıma döyür. Şikayət elə. İş yerimə gəlir. Yaxınlaşmaq qadağası qoydu da. Yılır anama şikayət edir məni ki, sənin qızın mənim arvadımı tapdı. Niyə mənim keçmişimlə maraqlandı? Ay xanım, bir rüzə, ay qız, dayan görüm. Bayaq deyirsən ki, bilmirəm evlidir yoxsa yox. İndi deyirsən ki, yığıb anama deyir ki, qızın arvadıma yığdı. Mən anama tanıdım. Az bir dəqiqə deyən. Deyən görüm, saxla, əsəbdən mənim mən. 4 ildir ki, bu insanlar... Az deyən də. Sən bilə-bilə ki, bunun arvadı var, düzdür. Abırsız nəyə araşdırırsan ki? Sevgilindi 4 ildir, ayrıldı. Çıxcamat ərindən ayrıldı. Dünyanın axırdı. Nə fikirləşsən ki? Mənə deyir, bəs... Arvadı sən axtarmalıdır, sən arvadın yox. Yerimiz səhv düşüb aşkım. Bir də özümə zəng elən. Necə? Deyirəm ki, arvadı sən axtarmalıdır, sən arvadın yox. Mən onun yalanını üzdə çıxarmaq üçün onun arvadını axtarmışam. Xanım, halalca arvadı durub orada sən axtarmırsan, onun arvadını axtarırsan. 773 çox sağ. Sən bilsən neyinə? Denən başı boşluğuma verirəm, ciciyimə verirəm. Bu da bir sınaqdır. Mənim günahımdır ki, araşdırmamış, aramamış. Bu bambılını yaxşı tanımamış, bu evliymiş, mənə ayaq üstə yatızdırılmış. Arvadı neynə sən? Mənə dediyi söz odur ki, özünə hörmət eləsən. Sən ona deyən ki, sən özünə hörmət elə, hansısa bir qadına xəyanət eləmək kişi ol. Ona elə dedi. Denən ondan sonra mən hörmət eləməyə sən narahat olma. Mən sənin həyatında olduğum müddətdə mən özümə hörmət eləməyə bacarmayacağam. Onun üçün də vızqırt denən. Deyə bilərsən? Mən anam gəlir bizə, yəni ki, anamın yanında məni... Xanım, anam bizə gəlir, nədir? Evlisən sən? Mən yox. Mən öz anam. Mən ayrılmışam. Boşanmışsan? Mən 11 ildir ki, boşanmışam. Hə, o da səninlə bir yerdə yaşayır? Yox. İş orası ki, yaşamır. Mən onu təklif edirəm. O da ayrı-ayrı yerdə. Bilgi ki, o başqa yerdə qalır, mən başqa yerdə. Nə təklif edirsən mənə xanım? Necə? Nə təklif edirsən? Bir yerdə yaşamağa belə təklif eləmişəm onunla ki, gəl bir yerdə yaşayaq. Amma qaçır. Xanım, Gezmək, məsələn, gəzmək deyir, mən onu təklif edirəm ki, yedik gezək. Xanım, nə fikirləşsən? Nə bilim, mən bilmirəm. Öyle işini boşalttır arvadını, motor oldu arvad oldu. Daha ne diyeyim? Mən ondan boşanma ərizəsini belə istəmişəm də, kağızı belə istəmişəm ki, göstərməni deyir, mən götürməmişəm, almamışam onu. Biz kağız üstünü... Ay xanım, cəmaat evlidir, nə sır tuxsun olsun. Cəmaat evlidir, ay xanım. Evlidir, ay qız. Başa düşmürsən? Tək qalır axı. Hardan bilsə tək qalır? Evinə gedib gəlimdən azından evinə gedib çıxan adamım yəni. Deyirəm axı 4 illik münasibətim var bu insanla. Həm nə olsun ki, atı və bədbaxtın qızın anasının yanına sənin kimlərlə oturur da? Sən kimlər bə nə üçündür? Arvadları olmayanda başqa atmaq üçün. İnciməyi sözümdən aşkım. Yəni sən bilə-bilə ki, o evlidir, sən yenə də ona davam edirsənsə, sən özünə hörmət eləmirsən. Üzvə deyirəm, ana xalini. Qıraqdan şey oxşayırsan, elə bir ki, yük daşıma başa düşün, yəni artıq. Elə bir ki, kiminsə artığı, arvadını elətdirə bilməliyin, sən elətdirir. Yəni, belə danışım, başa düşürsən, nə demək istədim? Anladım. Anladın, laf yap. Sağ ol. Məndən şəkildən dərbaşı salam, bunu bilmirəm.
Başa düşdü aşkım. Qırıl da.